Deyir ki, əvvəl yoldaşım rəhmətə gedib, sonra qaynanam vəsiyyətnamə baldızıma evi verib, vərəsəliyə götürə bilər. Vəsiyyətnamə ilə deyir, evidir baldızıma verib, o orada ölüm anına baxmaq lazımdır. Vaxtımı çox az deyə mən qısa deyim, ölüm anına baxmaq lazımdır. Ölüm anında birinci qaynana rəhmətə gedib, sonra birinci övlad rəhmətə gedib. Rəhmətə gedib. Amma birinci övlad rəhmətə gedib. Qaynana sonra rəhmətə gedibsə, əgər uşaq yoxdursa, həmin o qadın var, o vərəsə sayılmır. Çünki qadın rəhmətə gedəndən sonra qadının payı ərə keçir deyə, ərə dədi deyə, irsi transmisiya qaydasında, ər rəhmətə gedəndə arvad ona pay hüququndan çıxış eləyə bilər. Amma birinci övlad ölür deyə əlaqə itir. Artıq övlad öldükdən sonra gəlinlə qaynana arasında əlaqə olmadığına görə, artıq övlad ölüb, qaynana öləndə sıra baxımdan, artıq gəlinin həmin uşaqları yoxdursa, gəlinin həmin əmlaka pay hüququ aradan qalxmış olur. Çünki ortada bağ itdi. Yəni, övlad öləndə artıq gəlinlə qaynana arasındakı əlaqə itdi axı. Yox, əgər birinci qaynana ölür, sonra övlad ölürsə, axı övlada keçdi bu hüquq oldu. Öləndən sonra övladın arvadı ərinin hüququnu davam elətdirir. Çünki onun arvadıdır. Bəli. Və belə olan halda övladlar necə? Məsələn, nənənin tutaq ki, vəfatından sonra atasının da o evdə deyək ki, hansısa bir pay hüququ var deyib, nənənin adında olan bir torpaqdan gedir söhbət. O tələb etmə hüququ varmı? Təbii ki, tələb etmə hüququ var. Əgər vərəsəlik atıya keçənə qədər rəhmətə gedibsə, irsi transmisiya qaydasında övladlara keçir. Yox, ondan sonra rəhmətə gedibsə, artıq hər bir halda bayaq da verilən sualla bənzər sualdır. Rəhmətə gedirsə, onun birinci növbəli vərəsələri gəldi onun hüququnu əldə edir.